Hər birinizi salamlayıram və bugün istəyirəm ki, yenə bir həftəlik açılımı çəkək sizinlə birlikdə və 21-27 aprel həftəsində baxaq görək bizi nələr gözləyir. Qarşınızda iki dəstəmiz var. Kartları qarışdırıram, enerjiləri yenilənsin. Kartlarımın enerjilərini yeniləyirəm və önünüzdə iki dəstə var. 21-27 aprel həftəsi necə keçəcək? Baxaq. Seçin kartınızı, dəstənizi. Birinci kart yoxsa ikinci kart klassik tarot dəstəmizdir. Digəri isə səhv eləmirəmsə mistik orman, yəni meşə tarot dəstəsidir. Düşünürəm ki, seçdiniz artıq öz dəstənizi. Birinci dəstədən başlayıram. 21-27 aprel həftəsi klassik tarot kartını seçənlər üçün necə keçəcək? 21-27 aprel həftəsi necə keçəcək? Başlayaq. Ola bilər ki, bu həftə sizin gündəminizdə bir bəy olacaq. Hansı ki, bu bəy davamlı sizə yalan danışaraq, sizi yarı yolda buraxaraq, sizə borc və yaxud da ki, hər hansı məsuliyyətləri sizə yükləyərək getmiş ola bilər. Əgər bəylər izləyirsə bu dəstəni, bu həftə içərisində biraz bezmiş, yorğun hiss edəcəksiniz həftənin ilk girişlərində. Sanki keçmişdə bağlaya bilmədiyiniz məsələləriniz var və həm ruhi olaraq yorğunluq, həm də sizə aid olmayan çox saylı məsuliyyət hisslərini hiss edəcəksiniz. Sanki çiyninizdə daha böyük yüklər var. Amma bunlar keçici olacaq. Çünki kartlar deyir ki, bu ailə üzvləri ilə anlaşacaqsan, onların dəstəklərini alacaqsan, hər şeyi dəngələyəcəksən, hər şeyi qaydasına qoyacaqsan, xəstəliklərlə bağlı bir problem varsa bu dəngələnəcək. Bu həftə yalanlar üzə çıxacaq. Ola bilər ki, kimlərsə ayrı bir evə keçmək istəyəcəklər, ailə üzvlərindən ayrılacaqlar. Borcları olanlar üçün anidən bir fürsət doğula bilər. Məsəl üçün sizin çoxlu sayda işləriniz var, görə bilmirsiniz, biri sizə kömək eləməyə gələ bilər. Ola harda, hansı mövzuda ki, siz ağır hiss edirsiniz, üzərinizdə məsuliyyət çox hiss edirsiniz, həmin mövzu ilə bağlı olaraq sizin üçün xeyirli olacaq. Eyni zamanda bu həftə ərzində işlə bağlı yüksəliş həftəniz ola bilər. Əgər dolça əks tərəzi bürclərindən, birindən, oxatan bürcündən cavab gözləyirsiniz, mesaj gözləyirsinizsə bu mesajı ala bilərsiniz. Eyni zamanda çoxdan da görüşmədiyiniz ailə üzvlərinizdən görüşə bilərsiniz. Bacı, qardaş, qohumlardan kimsə uzaqlaşmış, zamanla evdən belə deyək də ayrılmış insanlar var isə onlarla görüşə bilərsiniz. Yeni bir köhnə iş yeriniz, köhnə işinizə qayıda bilərsiniz. Sanki bir iş vardır ki, sizə çox yaxın hiss elətdirir həmin iş. Onunla bağlı bir dəvət ala bilərsiniz yenidən. Övlad sahibi olmaq, övladla bağlı məsələlərin gündəmdə olması, övladınıza görə sevindirici anlar yaşamaq sizin üçün gündəmdə ola bilər. Həyatınızda yeni çox səhifələr, yeni çox fürsətlər açıla bilər. Yəni bu məsəl üçün gözlədiyiniz bir təklif var, bəlkə bir ideya var, həyata keçirmək üçün nəsə sizə bir işıq lazımdır, bir yol lazımdır görmək ki, necə eləyim bunu. Bu yolu tapa biləcəksiniz əzizlərim bu həftə içərisində. Başqa 21-27 aprel tarixində sizi nə gözləyir? Taleyinizdə çox şanslı döngüləriniz var, xanımlar xüsusilə də. Yenə deyirəm, lotereyalar uda bilərsiniz bu həftə içərisində. Xüsusilə xərçəng, əqrəb balıq, yüksələn xərçəng, əqrəb balıqlar burada xüsusilə sizin üçün uduşlar var. Eyni zamanda gözlənilməz hamiləliklər var burada bu həftə. Gözlədiyiniz bəydən mesaj ola bilər. Gözlədiyiniz biraz bu dəstəni seçənlərdə nələr ola bilər? Müəyyən negativ enerjilərdə özlərini hiss edə bilərlər. Sanki biraz belə deyək də, bəlkə kimlərsə evli birindən sevgi təklifi də alacaqlar. Bu biraz sizə qorxulu gələcək. Baxın, çalışın karmalardan uzaq durasınız, qaranlıq enerjilərdən, sevgi üçbucaqlarından uzaq durasınız, sevgi asıllığından uzaq durasınız. Ola bilər ki, burada dindar, yəni Allahını sevən bir insan var, amma
Bəlkə onu evli bir insan sevəcək və o düşünəcək ki, görəsən mən bunu seçsəm günah olarmı? Əlbəttə ki, eləməyin qəti şəkildə. Bəzilərinizdə isə dediyim kimi zaman zaman özünüzə biraz ağırlıq hiss edə bilərsiniz. Sirkəli suyla çimin, duzlu suyla çimə bilərsiniz bu hallarda. Və sonra gözlədiyiniz bir pul, borcu olan biri, pulunuz batıb, məsələn bir yerdə deyirsə, oradan mənə pul gəlməz. Həmin pul bu həftə içərisində sizin əlinizə gələ bilər. Eyni zamanda gözləmə rejimi. Məsələn, həyatınız işlə bağlı gözləmədəsiniz, həmin bu gözləmə bitə bilər. Daha sonra Oğlaq Buğa qız bürcləri ilə tanışlıq ola bilər bu həftə içərisində. Karyera həyatınızla bağlı bir yüksəliş, bir yeni bir pozisiya keçid ola bilər bu həftə içərisində. Münasibətlərinizi ciddiləşdirə bilərsiniz bu həftə. Münasibətlərinizdə belə deyək də ola bilər ki, məsələn barışıqlar olacaq kimlərdəsə. Boşanmadan sonra barışıqlar olacaq, yəni məhkəmədən sonra yenidən barışıqlar yaşana bilər. Kimlərin boşanma istəyirdi və yaxud da məhkəməsi var idi, ondan pozitiv olaraq alacaq. Yəni, ümumi olaraq xüsusilə alov enerjisinin aktiv olacağı bir həftədəyik əzizlərim. Torpaq elementimiz aktivdir, yəni bolluq, bərəkətli və qalıcı addımlar aktivdir və burada şöhrət, daha çox özünə güvən, özünə inan mövzuları daha aktiv olacaq. Sadəcə dediyim kimi çalışın ki, bilirsiniz də bu işlər yanlışdır. Həmin yanlışlara girməyəsiniz və bir də negativ enerji hiss etdiyiniz anda duaları qulaq asın, duaları dinləyin özünüzdən və eyni zamanda mən Telegramda negativ enerjilərdən qorunmaq üçün həmin anlarda nə etmək lazımdır? Bununla da bağlı səs yazması bugün paylaşacağım. Telegramın da adresini qoyacağım. Orada tamamilə biz pulsuz olaraq bir çox məlumatlar veririk və bu günlər mən orada pulla bağlı necə davranmaq lazımdır ki, pul məsələsinə toxunmuşam və bir də xüsusilə də ağrılar və onların bizə mesajlar, bədənimizdə olan ağrılar sizi narahat edirsə nə etmək lazımdır. Belə, gəlirəm ikinci dəstəyə. 21-27 aprel tarixində bu dəstəni seçənlər üçün nə hadisələr gözlənilir? Nə hadisələr gözlənilir? Baxaq. Aha. Çox maraqlı bir açılımdır. Ola bilər ki, zehniniz çox yorğundur. Yəni zehniniz məşğul bir şəkildə başlayacaqsınız həftəyə. Beyninizin içərisində çözmək istədiyiniz bir çox məsələlər olacaq. Bəlkə kimlərsə burada imtahana hazırlaşır. Bəlkə çox çətin bir sizə tapşırıq verilib və yaxud da bir məsələni çözməyə çalışır. Amma zehniniz yəni belə deyim, məcbur olacaq ki, işləsin. Zehniniz dolu bir vəziyyətdə həftəyə başlayırsınız və amma bu həftə sizin üçün xüsusilə ikili münasibətlərlə bağlı önəmli qərarların veriləcəyi bir həftədir. Flörtlər çox olacaq, sevgi münasibətləri olacaq, sevgili ilə bir şeyləri qeyd etmələr olacaq. Amma bu həftə içərisində nədən özünüzü qorumalısınız deyəndə mən görürəm ki, ola bilər ki, anlıq bir həvəsə qapılıb bir şeylər yaşayarsınız. Yəni zehninizi susturmaq üçün məsələn və yaxud da o an üçün sadəcə belə deyək də yeni bir şeylər olsun deyərsiniz, amma qısa müddətli bir münasibətdə özünüzü tapa bilərsiniz. Yəni ki, həftənin başında münasibət başlayır, həftə sonuna qədər siz artıq çox şeylər eləmiş olarsınız bu insanla, amma bitər münasibət. Bu həftə ekstra diqqətli olun ikili münasibətlərdə və daha sonra pul mövzusunda ehtiyatlı olun, aldanma, qumar oyunlarından uzaq durun ümumiyyətlə. Burada pulunuzu bilmədiyiniz mənbələrə yatırmayın, bilmədiyiniz mövzularda pulla bağlı düşünülməmiş davranışlar sərgiləməyin. Eyni zamanda ola bilər ki, həyatınızda tamamlanmalı və bitirməli olan mövzularınızı bu həftə bitirəcəksiniz və bu həftə ümumiyyətlə daha çox hava enerjisi daha çox sizdə aktivdir. Dolça əkiz tərəzi enerjisi, yəni ki, daha praqmatik, daha düşüncəli, daha
praktiki addımlar, emosiyalardan biraz daha uzaq. Düzdür, zaman zaman dediyim kimi burada bəzi tanışlıqlar, flörtlər, sevgi hekayələri olsa belə, bəziləri ortaq tanışlıqda öz ruh eşini tapa bilər və s. Çox çəkim duya bilərsiniz. Çox belə ekstra bir həmin insana qarşı etiraz hiss eləyə bilərsiniz. Amma yenə deyirəm, biraz ehtiyatlı olun bu həftə içərisində. Çünki düşünülməmiş addımlar, deyilməyəcək sözlər, anlıq verilən qərarlar, risklər bu həftə sizə problem yaşada bilər, problem yarada bilər. Daha sonra nə gözlənilir bu həftə? Günəş kartı hər iki kartda gəlməsi o deməkdir ki, pul gözləyənlər varsa, əgər pulunuz gələcək, maddi bir axış istəyirsinizsə, hardansa pul gəlsin, işlə bağlı bir şey gözləyənlər varsa, bu yaşanacaq. Xüsusilə də karyera həyatınızın ən gözəl həftələrindən birinin başlanğıcıdır. Bu andan etibarən iş həyatınızla bağlı yüksəlişə keçirsiniz, iş artımı, maaş artımı, vəzifə artımı bunlar yaşanacaq. Xüsusilə haqqınız olanı əldə eləyəcəksiniz. İstər bəylər olsun, istər xanımlar olsun. Bəylər daha çox xanımına diqqət ayırmaq istəyəcək. Bəylər daha çox xanımına sanki maddi olaraq yanında olmaq istəyəcək. Və burada deyir ki, qorxmamalısınız. Maddiyyatla bağlı psixoloji olaraq bəzən qorxular yaranır sizdə. İtirmə qorxusu, əlimdən pul gedər qorxusu. Yəni hər şeyin yaxşı olduğu anlarda belə sizdə müəyyən bir qorxular baş verir. Bunun təbii ki, səbəbi bu həftə, bunun üzərinə düşə bilərsiniz siz bu həftə. Bəzilərinizdə sadəcə dayanma, keçmişi çox müqayisə eləmə, özünə qarşı inamsızlıq, güvənsizlik enerjilər olacaq. Düzdür, siz əslində bilirsiniz ki, siz əslində nəyə qadirsiniz. Çünki sizin burada enerji olaraq göstərir ki, siz əslində böyük bir gücə sahibsiniz, böyük bir necə deyirlər ona, istedadınız var yəni. Amma hal-hazırda bu istedadın bu anda belə bəzilər, təbii ki, bu hamıya aiddir, amma kimlərdəsə küsmək, incimək, özünə inanmamaq, geriyə çəkilmək, hər şeyi yarıda buraxmaq və kimsə onu da bilməmək, davamlı onu düşünmək, bu enerjilər və bununla bağlı sizdə bəzi problemlər yaşana bilər. Xüsusilə də bu cür fikirləşən adamlar var ki, burada təkliyə çox çəkilirlər. Qorxuları var əslində. Qorxularla üzləşməmək üçün gedib təkliklərinə çəkilirlər. Əgər burada qarşınızdakı insan bugünə qədər sizə qarşı soyuqqanlı davranırsa, bu həftə siz onun üzərində qalibiyyət əldə edə bilərsiniz. Üzür təklifləriniz də olacaq. Biraz rəqabət də ola bilər bu həftə içərisində. Xüsusilə iş həyatında bəzi rəqabətli durumlar yaşana bilər. Sizin parlamağınız kimlərsə qıcıqlandıra bilər, amma keçicidir. Eyni zamanda dediyim kimi, burada bir enerji var, hansı ki, əslində real olmayan, illüziyadan ibarət olan bir qorxu var. Əslində boş bir qorxudur. Çünki burada bəlkə ağlınızdakı insan düşünürsünüzsə aldadır, amma yox. Onun sizə ciddi fikri var və yaxud da ki, sizə belə gah elə, gah belə davranır, yenə siz ondan daha güclüsünüz, siz onu hiss eləyəcəksiniz ki, siz onu idarə eləyirsiniz. Sadəcə burada biraz qorxularınızın üzərinə getməyə baxın. Kəsən kartı deyir ki, biraz daha şükranlıqla, biraz daha pozitiv enerjinə, biraz daha sənə verilənləri görərək, keçmişi buraxaraq, ikiləmlərini buraxaraq, daha keçmiş, baxın, neçə kart açıram, eyni. Qərarsızlıq çoxdur, buraxma enerjisi çox zəifdir, keçmişi buraxa bilmirsiniz, yeniyə qapı aça bilmirsiniz. Davamlı sakit qalmağı, son düyə saxlamağı, ertələməyi seçirsiniz burada. Və deyir ki, burada çoxdandır ki, passiv dayanmışsınız, heç nə eləmirsiniz. Aktivləşmək zamanıdır, xüsusilə pulla bağlı. Aktivləşmək, hərəkətə keçmək, böyük fikirlər fikirləşmək zamanıdır. Övlad olsun, istər pulla bağlı olsun. Yəni, biraz daha bu dəstə deyir ki, aktivləşmək lazımdır. Əgər sənin də ertələməklə bağlı problemlərin varsa, o zaman bizim Telegram kanalımıza gələ bilərsən. Orada biz danışırıq hər şeylə bağlı ətraflı olaraq. Belə əzizlərim, özünüzə yaxşı baxın, fikirlərinizi yazmağı unutmayın. Həftəniz gözəl və xoş keçsin.